Bugün həm də milli qəhrəman Natiq Qasımovun da doğum günüdür. O 1971-ci ildə Gədəbəyin Kiçik Qaramurad kəndində anadan olub. Rusiyada hərbi xidmətini başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıdıb, elə həmin ildə könüllü olaraq cəbhəyə yollanıb. Xocalının Pirrər kəndi yaxınlığında Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşdə iştirak edib. 6 yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən Alban kilsəsində mübarizəni davam etdirib. Tək başına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmayıb. Gülləsi bitdiyindən 6-cı gün 1992-ci il martın 12-sində Ermənistan hərbiçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr olunan Aqanyok jurnalının 1992-ci il 14 və 15 nömrələrində təsvir edilib. Ölkə başçısının sərəncamı ilə Natiq Səlimoğlu Qasımov ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb.